Salam əziz izləyicilər. Bu günləri mən sizlərə qarışıq kəsrlərlə verilən, yəni 2 və daha artıq kəsrlərlə verilən məsələlərin qısa həll üsuluna gedəcəm. Fikir versəz, burada 2 dənə kəsr var. Ola bilər məsələdə 2-dən artıq, yəni 3-4 dənə kəsr olsun. Onlarla artıq işləmək daha çətindir. Adətən bunu həll edəndə ümumi məsələn səhifə sayına x falan deyib həll etmək olar, amma biraz uzundur deyənə mən sizə qısa yol verəcəm. Qısa yolumuz nədən ibarətdir? Birinci baxırıq kəsrlərə. Görürük ki, 2 dənə kəsr var burada. Bizim əsas işimiz nədir? Məsələni oxumamışdan əvvəl birinci biz kəsrin məxrəclərini bir-birinə vururuq. Yəni 4-ü vururuq 5-ə. Eləyir 20, yanına da x qoyuruq. Bu 20x bilirsiniz nədir? Burada verilən kitabların ümumi sayı. Əvvəlcə məsələni oxuyaq. Deyir, kitabın əvvəlcə 4-3 hissəsi, daha sonra qalanının 5-dəki hissəsi oxundu və nəticədə 27 səhifə qaldı. Kitab əvvəlcə neçə səhifə idi? Biz də əvvəlcə neçə səhifə olduğunu bilmək üçün məxrəcləri bir-birinə vurduq. Deyək ki, kitabımız 20x səhifədir. İndi baxaq, başdan başlayaq. Kitabın əvvəlcə 4-3-ü oxundusa, 20-nin 4-3-ü nə deməkdir? 20 bölü 4 vur 3. Yəni 20x-i bölürəm 4-ə, vururam 3-ə. Eləyir nə qədər? 15x. Uşaqlar, 20x səhifəmiz vardı. 15x oxundusa nə qədər qaldı? Qaldı 5x səhifə. Sonra deyir ki, qalanının, yəni bu 5x-in 5-də 2-si oxundu. 5x-in 5-də 2-sini tapmaq üçün 5x-i 5-ə bölüb 2-yə vururuq. O da eləyir 2x səhifə. Deməli, 5x qalmışdı bizdə. İndi də 2x oxundu. Nə qədər qaldı nəticədə? Qaldı 3x. Həmin o 3x də 27-yə bərabərdir. Onda x də buradan 9-dur. Əvvəlcə kitabımızda 20x olduğuna görə, deməli bizim 20 vur 9. Yəni 180 səhifəlik kitabımız var idi. Burada yenə deyirəm, 2-dən də artıq kəsrlər olacaq, onda lap da qarışıq olacaq misal. Amma bu üsulla istənilən çətin məsələni həll etmək mümkündür və hər dəfə də yəni doğrudur.